Həmin qüvvələrin Ermənistan hakimiyyətinə təzyiqləri çox güclüdür. Bunu Yeniçağı açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib. O, sülh prosesinin davam etdiyi dövrdə Ermənistanın baş naziri Nikol Paşinyanın revanşistlərə hər hansı imkan yaratmamasının perspektiv nəticələrindən danışıb. Analitik bildirib ki, hər bir sözü əmələ çevirmək lazımdır. Əgər prosesin gedişatına diqqət göstərsək, bəli, həqiqətən də bu görsənir ki, nə qədər revanşist qüvvələr təzyiq eləsələr də, mane olsalar da sülh prosesinin gedişinə, imzalanmasına, amma Paşinyan fərqli hərəkət edir. Paşinyanın siyasi bəyanatları, çıxışlarında sülh prosesinə imza atması, nail olması görünür. Amma deyim ki, hər bir sözün də arxasında əməl olmalıdır. Çünki Paşinyan özü də erməni xalqının rəhbəridir. Ermənilərin də bu vaxta qədər hansı oyunlardan çıxdığı bütün dünyaya məlumdur. Ələlxüsus da biz Azərbaycanlılara bizə məlumdur. Ona görə də biz əməli gözləyirik. Paşinyan sülh prosesinin imzalanmasına, kanlaşması ilə bağlı çıxışlar eləsələr də, bəyanat versə də, amma o əməldə göstərməlidir bunu. Amma görünən odur ki, ona mane olan revanşist qüvvələr var. Ermənistanda hakimiyyətə çox böyük təzyiq edən həmin qüvvələr mövcuddur. Ona görə də ehtimal olunur ki, Paşinyan bu məsələdə həqiqətən əziyyət çəkir. Amma ölkənin rəhbəridir, başqa yolu yoxdur. Sülh prosesinin nizamlanması üçün imzalanmalıdır. Başqa alternativ yol da yox. Əgər Paşinyan regionda sabitlik istəyirsə, qarşılıqlı münasibət istəyirsə, düşmənçilik ritorikasından çıxmaq istəyirsə, uzaq olmaq istəyirsə, yəni real məsələ sülh prosesinin imzalanmasına imza atmalıdır.